İctimai televiziyada sabah saxlamaya vaxtıdır. Sabaha saxlamadan elmi tədqiqat institutlarının taliyi necə olacaq sualı ətrafında müzakirəmizə başlayırıq. Müzakirələrimizdə iştirak edirlər. Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, İqtisad Elmləri doktoru Rəsmiyə Sabir, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadə, Bakı Ali Neft Məktəbinin kafedra müdürü Altay İsmailov, Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor Əfsun Sucayev. Müzakirəmizə isə Nicat müəllim sizinlə başlayacağıq. Bəzi elmi tədqiqatların institutlarının ləğvi barədə istərdik zəruri səbəblərə toxunaq. Bu dəyişiklikləri zəruri edən səbəblər nə oldu və ilkin mərhələdə hansı institutları əhatə edəcək? Təşəkkür edirəm. Bu institutların, yəqin ki, bilirsiniz, təxminən 2 il əvvəl Cənab Prezidentin sərəncamı ilə həmin institutlar Təhsil Nazirliyinin tərkibinə verilmişdi və ondan sonra Elm və Təhsil Nazirliyi adlandırılmağa başlamışdı və həmin sərəncamda da elmi tədqiqat institutlarının optimallaşdırılması nəzərdə tutulmuşdu. Bu, həmin sərəncamın davamı olaraq artıq sizin də qeyd elədiyiniz kimi aprel ayının 4-də Cənab Prezident tərəfindən yeni verilmiş sərəncamla artıq bir neçə uyğun profillərə malik elmi tədqiqat institutlarının birləşməsi prosesi baş verib. Təxminən 17 elmi tədqiqat institutunun 8 elmi tədqiqat institutunda birləşməsi, bəzi regional elmi tədqiqat institutlarının regional universitetlərin tərkibinə verilməsi baş verib və eyni zamanda bir neçə də sizin də dediyiniz kimi elmi tədqiqat müəssisəsi və yaxud da istehsalat birliklərinin ləğvi baş verib. Bunu zəruri edən səbəb sadəcə ondan ibarətdir ki, bu optimallaşma prosesidir. Yəni, məsələn, çox bəsit olaraq deyək ki, bizim bəzi elmi tədqiqat institutlarımız var ki, mən də ad çəkmək istəmirəm, amma bunlar məsələn, əgər Web of Science bazasına baxsaz, bu bütün məqalələrin yerləşdiyi bir bazadır. O bazada elmi tədqiqat institutlarımız 2021-24-cü illərdə elə elmi tədqiqat institutumuz var ki, onlar 3 məqalə nəşr ediblər cəmsi. 1 il ərzində? Yox, 4 il ərzində. 4 il ərzində 3 məqalə çap ediblər. Təxminən, məsələn, birləşdirilən institutların içərisində, məsələn, uyğun profilə malik olan 7 elmi tədqiqat institutunun ümumilikdə 155 məqaləsi var. Ya, bu deməkdir ki, burada nisbətən ciddi optimallaşma prosesinə ehtiyac var. Və bu optimallaşma, hələlik ki, bu sadəcə yalnız ilkin mərhələdir. Bundan sonra bu proseslər növbəti mərhələlərdə davam edəcək. Bugün üçünsə sadəcə onların, belə deyək də, institusional şəkildə birləşməsindən söhbət gedir. Nicat müəllim, təbii ki, optimallaşma qeyd edilir, lakin bugün biz baxırıq ki, bu camiə arasında belə bir yanaşma var ki, buna ixtisar da nəzərdə tutanlar da var, eyni zamanda ləğv olunma ifadəsini də biz eşidə bilirik. Necə düşünürsünüz, ləğv olunan institutların alimlərinin taliyi necə olacaq? Bu barədə biz dəfələrlə məlumat vermişik. Hörmətli nazir Emin müəllim də bu barədə deyib. Hal-hazırda elmi, belə deyək də, alimlərin ixtisarı nəzərdə tutulmur və onlar olduqları kimi öz işlərində davam edəcəklər. Sözsüz ki, yəqin ki, struktur dəyişiklikləri baş verəcək, müxtəlif yeni deyək ki, formalarda onlar həyata keçirilməyə başlayacaq və amma məhz alimlərin ixtisarından hələlik ki, söhbət getmir. Bu barədə heç bir məsələ gündəmdə deyil. Bəs universitetlərin tabiliyinə verilən institutlarda proses necə qurulacaq? İdarə etmə hansı formada olacaq? Bunlar dünyanın hər yerində olduğu kimi adətən bilirsiniz, yəni ki, dünyanın hər yerində adətən elmi tədqiqat institutları, düzdür, fərqli modellər mövcuddur, amma dünyanın əksər ölkələrində elmi tədqiqat institutları adətən universitetlərin tərkibində formalaşırlar. Onlar da birbaşa universitetin artıq tərkiblərinə keçəcəklər və öz fəaliyyətlərini bundan sonra universitet tərkibində davam edəcəklər. Ayrıca elmi tədqiqat müəssisəsi kimi və yaxud da ayrıca mərkəz kimi bu cür fəaliyyətlərini davam edəcəklər və eyni zamanda həm də tədrisə də töhfə verməyə çalışacaqlar. Rəsmi xanım, müzakirəmizə sizinlə davam edəcək. Siz necə yanaşırsınız? Bu dəyişikliklərdən kimlər qazanacaq? Elm mi qazanacaq? Təhsil mi qazanacaq? Universitetlər mi qazanacaq? Alimlər, tələbələr? Ümumən bu dəyişikliklərə sizin yanaşmanız necədir? Əslində dəyişiklikləri müsbət qiymətləndirirəm. Çünki hər hansı bir islahat heç bir islahatın aparılmamasından daha yaxşıdır. Amma nə kimi nəticələrə gətirib çıxaracaq, bunu proqnozlaşdırmaq bir qədər çətindir. Amma mən düşünürəm ki, elmdə islahatlara ciddi şəkildə ehtiyac var idi, zərurət var idi. Və bayaq həmkarım da söylədiyi kimi, bir neçə il qabaq artıq deməli, bəzi institutların alınaraq Elm və Təhsil Nazirliyinin tərkibinə verilməsi, daha doğrusu Təhsil Nazirliyinin, sonradan da Elm Təhsil Nazirliyi yaradıldı.
Bu məsələ gözlənilən idi əslində və bilirik ki, dünyada elmi tədqiqat institutlarının əksəriyyəti universitetlərin nəzdində fəaliyyət göstərir və universitetlər eyni zamanda bir beyin mərkəzləridir. Biz bu dəyişikliklə, bu optimallaşmaqla, bilmirəm, indi beyin mərkəzlərinə çevirə biləcəyikmi? Çevirə biləcəksə, təbii ki, bugün aparılan islahatlar təbii ki, təqdir olunacaq. Amma... Yəni, bir sual versək ki, bu dəyişikliklər əsl elmi mühiti yarada biləcəkmi sualına sizdə hansı cavab var? Mən konkret cavab verə bilmərəm. Çünki o islahatların gedişatından asılıdır. Mən tədqiqatçıyam, mən elm adamıyam. Amma mən qərar verici şəxs deyiləm, mən idarə edici şəxs deyiləm. O qərar vericilərin, idarə edicilərin, bu siyasəti həyata keçirilənlərin iradəsindən asılı olan bir məsələdir. Məsələn, biz eşidirik ki, heç bir ixtisardan söhbət getməyəcək iki mərhələdə, düzdürmü? Amma biz bilirik ki, elmdə ixtisarların aparılması zəruridir. Elm hazırda əmək haqqının ən aşağı olduğu sahələrdən biridir. Baxın, elmdə qocalma prosesi bir neçə il öncə diskusiya predmetinə çevrilmişdi. Xatırlayırsınız da və hamımız da bilirik, burada oturanlar elm adamlardır. Hamı bilir ki, elmdə bir qocalma prosesi var. Amma gənclərin elmə gəlməsini biz təşviq etməkdən ötürü təbii ki, elmin maliyyələşməsində ciddi şəkildə islahatlara getməliyik. Bəli, əsas məsələlərdən biri odur. Hər bir sahənin inkişafı onun maliyyələşməsindən asılıdır. İndi bəlkə də irəliləyən dəqiqələrdə bu mövzuya toxunacaqdınız. Ona görə mən ətraflı bu barədə danışmaq istəmirəm. Amma elmin bir sıra problemləri onun maliyyələşməsindən, məsələ qocalma prosesdə, gənclərin elmdən uzaqlaşmasında səbəb məhz onun maliyyələşməsidir, aşağı əmək haqqıdır. Baxın, mən bir universitet müəllimiyəm. Mən universitetdə dərs dediyim zaman mini sorğular keçirdirəm tələbələrim arasında və çox yüksək bal toplayan tələbələrin oxuduğu bir universitetdə tədris prosesi ilə məşğulam. Mən sual verirəm, elmə gəlmək istəyirsinizmi? Çünki mən tədqiqatçıyam, görürəm ki, bu tələbənin yaxşı tədqiqatçı potensialı var. İnandırım sizi, məsələn, 30-40 tələbədən biri deyəndə ki, mən elmə gəlmək istəyirəm, mən sevinirəm ki, nə yaxşı bir fanatik tapıldı ki, bu elmə gəlmək istəyir. Çünki 30 nəfərdən yalnız biri bunu bəli, bir nəfər elmə gəlmək istəyəndə biz sevinirim. Bir müəllim olaraq mən sevinirəm ki, aha, bizim elmə gəlmək istəyən gəncliyimiz var. Mən də onları da başa düşürəm. Bəli, gələnlər var. Amma gəlirmi? Bəli, gələnlər var. Onu da deyim ki, elmə mən düşünürəm ki, ən yaxşılar gəlməlidirlər. Yəni, elm aşağı birikli insanların olacağı bir sahə deyil. Yaxşıların yaxşısı seçilib elmə gəlməlidir. Bəlkə də Azərbaycan elminin bir sıra problemlərinin içərisində bu məsələ də var. Bu nüans da var ki, yəni elmdə bəzən biz kadrlar gəlir, gənclər gəlir, amma o gəncləri biz saxlaya bilirikmi elmdə? Gəlin, bu yerdə mən istərdim ki, Rəsul müəllim, sizinlə davam edəyim müzakirəmizi. Təbii ki, dəyişikliklər barədə sizin təmsil etdiyimiz qurumun mövqeyi ilə də tanış olacaq, sizin fikirlərinizlə tanış olacaq. Amma bu yerdə istərdim ki, Rəsmi xanımın qaldırdığı bir məsələ sizdən fikir alaq. Elm yaşlanır deyir, xüsusən də gənclərin marağının olmadığını və yaxud da ki, az olduğunu eşitdik Rəsmi xanımdan. Siz nələr müşahidə edirsiniz bu ifadə ilə razılaşırsınız? Bilirsiniz, elmin yaşı yoxdur. Elmdə, yəni dünya təcrübəsində belədir. Elmdə həmişə yaşlı nəsil də olub, orta nəsil də olub, gənc nəsil də olub. Bəli, Azərbaycanda yanaşma ondan ibarətdir ki, gənc alimlər, xüsusən gənc alim və mütəxəssislər elmə ilk növbədə maddi tərəfdən baxır. Maddi tərəfdən götürəndə mövcud əmək haqları, yəni gənc alim mütəxəssis və yaxud da ən yaxşı halda kiçik elmi işçinin aldığı aylıq məvacib digər sahələrdə alınan əmək haqqından ən azı 2-3 dəfə azdır. Bu təbii ki, bu maneədir. Gənc alimlər, mütəxəssislər özünü orada görə bilmir. Ki, əgər bu gün gənc alim mütəxəssis həmin əmək haqqı ilə özünə mənzil əldə edə bilmirsə və yaxud da hətta ailə qura bilmirsə, təbii ki, o elmdən yan keçib digər sahələrə. Yəni, elmdə gəlir aşağı olduğu üçün gənclərin diqqətini çəkir. Bu bir mənalıdır. Mən şəxsən bir alim və mütəxəssis kimi bunu qəbul eləmirəm. Yəni, elmi könüllüsü olmaq lazımdır. Elmdə maddi məsələni arxa plana keçirməyi bacarmaq lazımdır. Yəni, dünyanın hansı bir aparıcı elm mərkəzi götürsək, orada da görmək olar ki, ən yüksək elmi kəşflərə imza atan alimlər olsun, belə o maddi məvacibdən qıtlıq çəkir. Rəsul müəllim, onda bir qədər Rəsmi xanımın dediyi fanatik olmalıdır məsələsi demək olar ki, sizin fikirlərinizdə ortaq bir fikirdir. Olmalıdır. Bu bir mənalıdır. Bu, əgər o elmin fanatı olmasa, onda o gözlənilən elmi kəşflərdə imza atmaq olmaz. Amma burada yaş məsələsi həmişə var. Yaşlı nəslin, gənc nəsillə ötürməli olduğu məqamlar var. Bugün əgər, mən öz təmsil olduğum sahədə deyirəm, dövlətin ən ali elmi mükafatı sayılan, dövlət mükafatına layiq görülən elm sahəsi üzrə, elmi texniki kompleks işə görə o mükafata layiq görülən 3 alimdən ikisinin yaşı 80-dən yuxarı, 84 yaşındadırsa, deməli doğrudan da bu elmdə böyük nailiyyəti eləmək
təkcə yaşla bağlı olan fakt deyil. Deməli, o şəxslər də elmə o yaşda böyük bir marağı vardır ki, deməli, elmdə olmalıdır. Əslində, o alimlərə bizim ehtiyacımız vardır ki, gənc nəsli öz təcrübəsini ötürə bilsin. Gənclər və eyni zamanda elmin yaşlı olması ilə bağlı fikrinizlə tanış oldu. Mən istədim qaydaq indi mövcud yeniliyə. Təmsil etdiyiniz elm ocağı yeniliklərdən gözləntisi nədir? Bizim təbii ki, yəni bunu bir mənalı qəbul edə bilərik ki, yəni bu istiqamətdə Nicat müəllimin qeyd elədiyi fikirlərin böyük əksəriyyətindən razıyam, amma razılaşmadığım məqam ondan ibarətdir ki, bu optimallaşma, rasionallaşmanın zəruri edilən şərt təkcə həmin elmi müəssisənin və alimin fəaliyyətsizliyi ilə əlaqələndirmək olmaz. Niyə? Məlumdur ki, bu Azərbaycanda, yəni dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da elmi tədqiqat müəssisələrində elmi tədqiqatlar fundamental və tətbiq yönlü istiqamətdə aparılır. Fundamental tədqiqatın nəticələri təbii bir mənalı qəbul edirəm ki, o Web of Science, Scopus bazasına daxil olan nüfuzlu jurnallarda dərc olmalıdır. Amma elmi məhsul tək elmi məqalədən ibarət deyil. Əgər o institut tətbiq yönlü fəaliyyət göstərirsə, onun üçün əsas vacib şərt təbii ki, aldığı tətbiqi nəticə patentdə öz əksini tapmalıdır. O patentlər tətbiq olmalıdır, texnoloji işləmələri olmalıdır. Əgər bunlar varsa, artıq fundamental tədqiqat istiqamətində onun məqaləsinin Web of Science və yaxud Scopus bazasında dərc olması şərt deyil. Digər bir məqam ondan ibarətdir ki, ola bilər ki, həmin elmi tədqiqat institutu il ərzində bir dənə məqalə çap eləsin, o məqalə Web of Science Scopus bazasına daxil olsun və ona istinad 100 olsun. Elə bir müəssisə ola bilər ki, onun çap elədiyi məqalələrin sayı 100 olsun, ona heç bir dənə istinad olmasın. Demək, burada keyfiyyət məsələsi önə çəkilir. Bugün elmi tədqiqat institutlarının sayının çox olması, az olması problemi yaradan səbəb deyil. Bugün əsas problem, onu cənab nazir də qeyd edib çıxışlarında dəfələr ki, əsas problem ondan ibarətdir ki, elmi tədqiqat institutlarında əldə olunan nəticələr keyfiyyət nöqteyi nəzərdən onların sayına uyğun deyil. Gəlin bu yerdə ona görə burada birləşdirməyə ehtiyac var. Nicat müəllimdən bu münasibətə fikir alaq. Buyurun. Bəli, mən sizə deyim. Mən Əfsun müəllimin dediklərlə razıyam, tamamilə doğrudur. Amma patent məsələsində də çox ciddi problemlərimiz var. Yəni, yəqin ki, Əfsun müəllim bunu da yaxşı bilir. Həm beynəlxalq patentlərdə, həm yerli patentlərdə bununla bağlı problemlərimiz var. Amma mən sizə çox elementar bir statistikanı deyim. Baxın, bizim hal-hazırda mövcud olan institutlarımızın belə bir meyar var. Bu meyarın adına sahə üzrə istinad indeksi deyilir. Sahə ağırlıqlı istinad indeksi. Bu, həm Web of Science-da var, həm Scopus-da var və s. Bu nə deməkdir də? Bu deməkdir ki, məsələn, sizi əgər institutun göstərir ki, məsələn, 1-ə bərabərdirsə, bu deməkdir ki, onun yazdığı məqalələr eyni sahə üzrə dünyada yazılmış məqalələr qədər istinad ala bilir. Yəni, ona istinad eləyirlər. 1-ə bərabərdirsə. Baxın, bizim hal-hazırda birləşən 17 institutumuzdan yalnız ikisinin həmin dediyim faktoru, sahə ağırlıqlı istinad faktoru, yalnız birininki birdən üstündür. Bu o deməkdir ki, yalnız bir universitetlərimizdə həyata keçirilən elmi tədqiqatlar, yazılan məqalələr ümumilikdə, onlar dünya səviyyəsinə bərabər və yaxud da ondan daha yüksək istinad ala bilirlər. Yəni, bu onu göstərir ki, biz, ola bilsin ki, yaxşı tədqiqat, bu cəmi 2 institutda mövcuddur. Başqa heç bir institutda mövcud deyil. Hamısında birdən aşağıdadır. Eləsi var ki, bu 0-4-dür, 0-8-dir, ümumiyyətlə 0-dır. Yoxdur da belə. Bu söhbət ondan getmir. Məsələ ondadır ki, hamımız başa düşürük ki, amma bu demək deyil ki, bizdə bu təkcə alimin, təkcə institutun problemi deyil. Bunu çox yaxşı başa düşürük. Bu onun problemidir ki, bizim uzun illər boyu elmin ciddi şəkildə inkişafına töhfə verən maliyyələşmə məsələmiz olmayıb. Bu fərqli həyata keçir. Bu məqamda Əfsun müəllim razılaşır. Bəli, təbii ki, Mən də onu qeyd etdim ki, bəli, əsas problemlər maliyyədən qaynaqlanır. Mən bir əlavə etmək istəyirəm. Amma burada bir də üzr istəyirəm. Nicat mən toxundu deyə qeyd edirəm. Onda cənab nazir bu yaxınlarda belə bir-birinin ardınca 2 açıqlama vermişdir ki, bu da təbii ki, elmi tədqiqat institutları və orada çalışan alimlərin fəaliyyətinin nəticəsi kimi. Web of Science və Scopus-a daxil olan məqalələrin sayının artımında 2002 ilə 2004-ü müqayisə eləmişdi, 2 dəfə artıb. Bəli. Və ən maraqlı cəhət ondan ibarətdir ki, o məqalələrdən 325-i məhz deməli, ən çox oxunan məqalələrin 10%-nə, 85-i isə o 1%-ə daxildir. Nicat müəllim, bilirsiniz problem nədədir? Problem ondadır ki, Azərbaycanda elmdə, əsl elmlə məşğul olanlarla yanaşı
elmi məşğul eləyən, boş, mənasız yerə məşğul eləyənlər. Çünki onlar elmi ad, elmi dərəcədən müxtəlif vasitə kimi istifadə edir. Amma o statistikaya daxildir. Alimlərin, elmi dərəcəsi olanların sayına daxildir. Dediyiniz boşluq hissələr budurmu nəzərdə? İstər-istəməz o nəticə, o deyirsə birinin aşağısındadır. O əgər müəssisə üçün götürəndə onların sayı 70%-dir. Əgər biz götürsək sadəcə, baxın, bizim burada ən vacib məsələmiz ondan və hamı, biz ictimaiyyəti də bunu əmin eləmək istəyirik ki, bütün dediklərimizə baxmayaraq, bugün Azərbaycan elmi bütün hallarda mövcud alimlərin üzərində dayanıb. Biz bura qədər gətirib, bu qədər az maliyyə ilə, bu qədər zəif təminatla, elmimizi bugünə qədər gətirib çıxarmışıqsa və eyni zamanda biz indi çox ciddi artım dinamikası müşahidə ediriksə, buna görə biz alimlərimizə borcluyuq. Bu, Azərbaycan alimlərinin, Azərbaycan elminin belə deyək də kifayət qədər ciddi əsaslarının olmasına, hələ də burada ciddi şəxslərin, ciddi elmin olmasından xəbər verir. Amma bunu necəsə dəyişmək lazımdır. Bu dəyişməyin də metodologiyasını yaxşı siyasət həlləri vasitəsilə həyata keçirmək lazımdır. Bugünkü məsələlərin də ən vacib tərəfi, Cənab Prezident sərəncamının ən vacib tərəfi məhz həmin optimallaşmanın prosesinin başlanmasıdır. Amma bundan sonra görüləcək kifayət qədər çoxlu işlər var. Rəsmi xanım, sizin də fikirlərinizə, əlavələrinizlə tanış olaq, daha sonra digər qonalarımızla işləyəcək. Mən bir fikrinə münasibət bildirmək istəyirəm. Kontekstdən çıxarıldı mənim fikrim, ona münasibət bildirmək istəyirəm. Mən elmdə qocalma deyəndə yaşlı insanların elmdən getməsini demirəm. Qətiyyən, onlar bizim müəllimlərimiz olub, biz onlardan öyrənmişik, biz onları necə dana bilərik ki, hər birimizin formalaşmağında tədqiqatçı kimi onların əvəzsiz xidmətləri var. Mən onu nəzərdə tutmurdum. Əgər gənc nəsli biz elmə gətirmək istəyiriksə, təbii ki, həm idarə etmədə, həm maliyyələşmədə ciddi islahatlara getməliyik. Əfsun bəy maraqlı bir fikir dedi. Dedi ki, elmi məşğul edən insanlar. Bizim görkəmli ziyalılarımızdan birinin çox gözəl bir söz var. Deyir, elmdə iki kateqoriya insanlar qalıb. Bir fanatiklər, bir də getməyə yeri olmayan insanlar. Mən o getməyə yeri olmayan insanlardan danışıram. Fanatiklər isə təbii ki, elmdə o deyir sizi hansısa kəşflər eləyən insanlar yüksək əmək haqqı almayıblar. Xeyr, xaricdə elm sferası kifayət qədər əmək haqqının yüksək olduğu bir sahədir. Və düşünürəm ki, belə də olmalıdır. Çünki elm ən çətin sahədir. Ən yaxşılar da ən yüksək maaşı da almalıdır. Hə, bugünkü reallıqda bəli, bizim alimlərimiz fanatikdirlər ki, o az maaşla böyük şeylərə də imza atıblar. Biz bunu dana bilmərik. Amma biz elmimizin yeniləşməsini istəyiriksə, yeni nəfəs istəyiriksə, biz gəncliyi gətirməliyik, gəncliyi təşviq etməliyik, motivasiya etməliyik. Baxın, studiyamızda iki qonaq elmi məşğul edən insanlar ifadəsini işlətdilər. Amma ondan əvvəl Nicat müəllim qeyd elədi ki, ixtisarlar olmayacaq. Bu özü də bir sualdır. Suallarımız isə çoxdur. Sabah saxlamadan, qısa fasilədən sonra qaldığımız yerdən davam edəcəyik.
Sabah saxlamadan elmi tədqiqat institutlarının taleyi necə olacaq sualı ətrafında müzakirəmizi davam etdiririk və hazırda biz müzakirəmizi Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadə ilə davam edəcək. Hikmət müəllim, siz eyni zamanda Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədrisiniz. Mən istərdim ki, bu yeniliklərdə ictimai fəallıq necə diqqət çəkdi? Bu barədə bir fikir alaq. Bir də dəyişikliklərə sizin münasibətiniz, sizin yanaşmanız bir elm adamı kimi. Təşəkkür edirəm. Əvvəlcə ikinci sualdan başlayacağım. O mənim üçün daha maraqlı oldu. Müstəqil əldə etdikdən sonra keçdiyimiz yola nəzər salsaq, görə bilərik ki, biz çox böyük işlər görmüşük, nəhəng işlər görmüşük. Amma bu günləri həmin inkişafı davam etdirmək üçün elmin inkişafına ehtiyac yaranıbdır. Cənab Prezidentin verdiyi sərəncam çox vaxtında verilmiş sərəncamdır və bu böyük strateji islahat tələb edən bir proqramdır. Mən hesab edirəm ki, bu sərəncamda iki məsələ xüsusilə diqqəti cəlb edir. Bunlardan birincisi elmi müəssisələrin birləşdirilməsi, ikincisi isə regionlarda olan elmi müəssisələrin universitetlərin nəzdinə verilməsi. Hər iki meyil dünya səviyyəsində, dünya təcrübəsində böyük uğur qazanmışdır. Universitetlərin nəzdində elmi tədqiqat institutları var və bu əslində qalsa tədqiqat universitetinə gedən yolun başlanğıcıdır. Dünyada hal-hazırda tədqiqat universitetləri daha böyük mövqe əldə ediblər və Azərbaycanda da tədqiqat universitetlərinin yaranması məhz elmi tədqiqat müəssisələrinin universitetlərə verilməsi istiqamətindədir və mən ümid etmək istəyirəm ki, həmin universitetlər elmi tədqiqat institutlarının onların nəzdinə verilməsindən düzgün yararlanacaqlar. Əgər düzgün təşkilati məsələ gedərsə, biz buna nail ola biləcəyik. Əgər düzgün təşkilati proses gedərsə dedikdə, buna şübhəmiz mi var? Yox, şübhəm yoxdur. Sadəcə olaraq idarə edənlərdən çox şəxsidir. İdarə edənlər idarə etmədə düzgün taktiki planlar seçməlidirlər. Əgər düzgün taktiki planlar seçilməsə, onda nailiyyət əldə edə bilmərik. Məsələn, mən burada nəyə nəzərdə tuturam? Elmi Tədqiqat İnstitutu universitetin nəzdindədir. Burada aparılan elmi tədqiqat işləri tələbəyə, auditoriyaya daxil olmalıdır. Tələbə həmin tədqiqatların bir hissəsinə çevrilməlidir. Biz bunu eləyə bilsək. Bu çətin məsələdir. Siz düşünməyin ki, bu biraz asan məsələ deyil. Mürəkkəb, məsuliyyətli məsələdir. Və tələbələrimizin bu günləri potensialı var ki, həmin işləri görə bilsinlər. Bilirsiniz, mən sizə maraqlı bir faktı deyim. Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə Azərbaycanda Sabahın alimləri müsabiqəsi keçirilirdi. Mən İctimai Şuranın üzvü kimi, sədri kimi həmin müsabiqənin açılış və bağlanış mərasimində, tədbirlərində iştirak elədim. Mən orada bizim şagirdlərin, müəllimlərinin rəhbərliyi ilə nəhəng işlər gördüyünü şahidi oldum. Sadəcə olaraq onları baxmaq lazımdır və mən düşünürəm ki, televiziya ekranlarında bu məsələlər geniş yayıldı. Hal-hazırda Nicat müəllim məsələni daha dəqiq bilər. Mən bilən həmin yarışın qalibləri Amerikada, bəli, Amerikada onlar öz nəticələrini təqdim edirlər. Çox böyük nəticələr alıblar və bu onu göstərir ki, bizim xalqımız elmi təfəkkürə malik olan bir xalqdır və biz həmin işi görə bilərik. Bizim potensialımız var. Sadəcə müəyyən idarəetmə sistemində, yerlərdə taktiki işləri düzgün qurmaq. Hikmət müəllim, siz demək olar ki, sualımızın ikinci hissəsinə cavab verdiniz. İstər ki, birinci hissəsinə qayıdaq bir daha. Qərarların qəbulunda ictimai iştirakçılıq necə təmin olunub? İkinci məsələni mən izah edeyim. Biz burada institutların birləşdirmə məsələsi. Burada çətin və mürəkkəb məsələdir. Bu da məsuliyyətli məsələdir. Sadəcə olaraq bu mexanik şəkildə birləşmədən getmir söhbət. Hal-hazırda artıq uzun illərdir ki, bizim müxtəlif elmin sahələrinə həsr olunan institutlarımız var. Bu institutlar hal-hazırda birləşdirilən. Məsələn, biologiya sahəsində institutlar, botanika institutu kimi və yaxud coğrafiya sahəsində, geologiya sahəsində institutlar, bunlar birləşəcəklər. Bu da sadəcə mexaniki birləşmədən söhbət gedə bilməz. Burada da çox böyük təşkilati işlər həyata keçirilməlidir. Bayaqları bu elmi tədqiqat institutlarının nəticələri haqqında söhbət getdi. Görəsən, elmi tədqiqat institutlarımızın maddi texniki bazası yüksək nəticə əldə etməyə imkan verirmi? Bilirsiniz, həddindən artıq
cihazlar lazımdır. Baha Cənab, bu cihazlar çox var. maraqlı sualdır. İrəliyən dəqiqələrdə bu suala da biz çalışacağıq ki, cavab axtaraq və Nicat müəllimdən də həmin o suala fikir alacağıq. Çox istərdik ki, Altay müəllim də fikrini alaq. Danışmaya qonaqlarımızdadır Altay müəllim. Altay müəllim, mən istədim ki, bir məsələyə toxunaq. Universitetlər elmi tədqiqat institutlarının idarə etməsini effektiv şəkildə həyata keçirə biləcəkmi sizcə? Ümumiyyətlə, istəyirsiniz gəlin başdan elə alınan qərarın, belə deyək də, çox yerində bir qərar olduğunu yenə bir təkrar mən də qeyd edeyim. Çünki proses olaraq həm gözlənilən idi, həm lazımlı idi. Yalnız toxunmaq istədiyim məqam nədən ibarətdir? Bilirsiniz, 2 il qabaq biz Elmlər Akademiyasının bəlli institutlar alındı və Nazirliyə verildi və ondan sonra bir 2 il bundan sonra keçdi və biz indi optimallaşdırma qərarını qəbul elədik, birləşdirmə və bəzi regional universitetlərin nəzdinə vermə məsələləri. Bilirsiniz, mənim narahatçılığım ondan ibarətdir ki, burada bu sualın cavabını axtarmaq lazımdır. Riyaziyyatda çox istifadə elədiyimiz toplananların yerini dəyişdikdə cəm dəyişməz qaydası var. Görəsən, biz toplananların yerini mi dəyişirik, yoxsa biz toplananları böyüdərək prosesə, yəni keyfiyyət mənasında böyüdərək mi gedirik? Təbii ki, burada ağla bu məsələ gəlir ki, mütləq mənada bilirsiniz, proses olaraq yerində verilmiş struktural dəyişikliyi əhatə edən bir qərardır. Amma yenə də bunun arxasında düşünmək lazımdır ki, bu özü ilə birlikdə keyfiyyət dəyişikliklərini gətirəcək, yoxsa gətirməyəcək. Yəni, bunun üzərinə, yoxsa belə baxanda prosesə biz əslində çox konseptual dəyişiklik etməmişik. Biz struktural dəyişiklik etmişik. Təbii ki, bir yerdən başlamaq lazımdır. Nicat müəllim də qeyd elədi. Bir yerdən başlamışıq. Amma arxasında, yenə deyirəm, narahat oluna biləcək məsələ ondan ibarətdir ki, artıq proseslər, yəni iqtisadi mənada mən aspektdən baxım, iqtisadi inkişafın birbaşa elmlə bağlı olan sahəsi nədir? Artıq biz resurs iqtisadiyyatından bilik iqtisadiyyatına dünya keçib. Resurs iqtisadiyyatında siz təbii resursdan istifadə edib inkişafa gedirdinizsə, burada həm istifadə elədiyiniz resurs artıq bilikdir. Və bugün üçün biz iqtisadiyyatımıza baxdığımız zaman biz hələ ki resurs iqtisadiyyatıyıq. Biz hələ ki bilik iqtisadiyyatına keçə bilməmişik və bütün bu təşəbbüslərin hamısı o biliyi bir input kimi, necə deyərlər, istehsal vasitəsi kimi prosesə daxil edək, nəticəsində də bilik əldə edək. Dəyişikliklər barədə fikirlərinizlə tanış olduq və az sonra Nicat müəllim də bu barədə mövqe ilə tanış olacaq. Altay müəllim, əgər istəyirsinizsə, digər ikinci sualımıza da sizin fikirlərinizi ala bilərik. Məhz universitetlər elmi tədqiqat institutlarının idarə etməsini necə həyata keçirəcək? İkinci bir məsələ, əslində bu prosesin içərisində əslində universitetlərin idarəsinə verilən elə çox institut yoxdur. Bu sadəcə regional universitetlərin tərkibi ilə bir şəkildə birləşdirilmiş məsələ gedir. Yəni burada da yenə deyim, belə reformik bir məsələ deyil. Məsələn, bugün Bakı şəhərində fəaliyyət göstərən və fəaliyyətlərini o fəaliyyətlərin universitetlə birləşdirən institutlardan söhbət getmir. Belə olsaydı və bəlkə də bir sonraki mərhələdə bu belə olacaq. Belə olsaydı biz nəyi düşünəcəkdik ki, deməli biz elmlə tədrisin vəhdətini biz formalaşdırırıq və eyni zamanda elmdən əldə olunan nəticələrin birinci addımda tədrisdə tətbiq olunmasını görəcəyik. Eyni zamanda tədris prosesi ilə məşğul olanların elmə daha ciddi cəlb olunduğu prosesini müşahidə edə biləcəkdik ümumilikdə. Ona görə hələ ki biz bu prosesi müşahidə edə bilməyəcəyik. Yəqin ki o da sonraki mərhələdə olacaq. Bu mərhələdə universitetlərin müəyyən səviyyədə bir üzərinə məsuliyyət alması baxımından düşünürəm ki, heç olmayan universitetlərin hal-hazırda mövcud olan elmi tədqiqatçılarının və ya elmi fəaliyyətlərinin dəstəklənməsi yoluna gedilməlidir ayrıca. Yəni, belə demək istəyirəm bundan ibarətdir ki, dünyada necə ki universitetlər tədrislə bərabər daha çox elə elmlə məşğuldurlar. Eyni zamanda elə bizdə də sanki elmi tədqiqat institutları məşğul olur. Universitetlərin işi də kollec kimi ancaq teaching eləməkdir. Bu belə deyil. Nəticədə elmlə məşğul olmalılar. Yaxşı. Sual da ortaya çıxa bilər ki, kim mane olur ki, sizə elmlə məşğul olmağa? Burada da struktural dəyişikliyə ehtiyac var. Məsəl üçün, bugün üçün bizim universitetlərin tədqiqatçı statusu indi yeni qərarla verilib. O, tutaq ki, səhv etmirəmsə, 100 nəfərlik elmi heyətdən 5 nəfər tədqiqatçı statusu ala biləcək və bu da onun tədris yükündə bir 50% azalmaya gətirib çıxara biləcək. Əslində, bu da yaxşı bir qərardır. Amma bu və bu istiqamətli, belə deyək də, qərarları artırmaq lazımdır ki, həqiqətən universitetlərdə
sahələrdə də elmi inkişaf eləsin. Baxın, bizim suallarımız çoxdur Nicat müəllim, amma mən istərdim ki, müzakirə əsnasında yaranan 3 sual oldu. Biri məhz elmi məşğul edən şəxslərin aqibəti ilə bağlı, digəri Hikmət müəllimin verdiyi suallar. Mən istərdim ki, sonuncu Altay müəllimin verdiyi həmin o toplananların yerini dəyişəndə cəm dəyişmir nümunəsindən başlayaq. Toplananların sayı böyüyəcəkmi? Yəni, buradan başlayaq. Dəyişikliklər sadəcə olaraq bir yer dəyişmədir, yoxsa gözləntilərimiz böyükdür? İndiki mərhələdə birinci onu qeyd edelim ki, Altay müəllim dedi ki, bu universitetlərlə əlaqələndirilməsi məsələsi bizim birinci mərhələdə həyata keçirdiyimiz proseslərdən biri biz ayrı-ayrı elmi tədqiqat müəssisələrinin, məsələn, bizim universitetlərlə birgə fəaliyyətin təşkil olması. Biz buna afiliasiya müqavilələri deyirik və bu müqavilələr təxminən il yarım əvvəl imzalanıb hələ ilk mərhələdə. Bu o deməkdir ki, biz bir neçə elmi tədqiqat institutlarımızı universitetlərimizlə əlaqələndirdik. Hətta onların, belə deyək də, elmi nəticələrinin bir-birinə ötürülməsi, ondan sonra orada əldə olunmuş nəticələrin universitetə ötürülməsi, birgə fəaliyyətin həyata keçirilməsi üçün ilk addımlar atılmışdı. Toplananların yerinin dəyişilməsi məsələsinə gələndə, hələlik ki, dediyimiz kimi, bu ilkin mərhələdə biz sadəcə optimallaşma çərçivəsində ayrı-ayrı institutların, belə deyək də, təxminən aşağı-yuxarı eyni sahə ilə məşğul. Baxın da, çox elementar bir şey deyək də, bizdə biologiya sahəsi ilə məşğul olan 7 elmi tədqiqat institutu var. Biologiyanın müxtəlif sahələrlə. Azərbaycan kimi kiçik bir ölkədə 7 biologiya ilə məşğul elmi tədqiqat yəqin ki, institutuna ciddi ehtiyac yoxdur. Amma yəni bunu bir institutun çərçivəsində daha optimal şəkildə həyata keçirmək mümkün olardı. Düzdür, bir olmayıb, 3 belə bir institut yaranır, amma bütün hallarda, yəni bu ilkin dəyişikliklərdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, həmin sərəncamda 2 yeni tədqiqat mərkəzinin yaradılması da nəzərdə tutulub. Bu tamamilə fərqli əsaslarda, fərqli kontingentlər, fərqli idarəetmə strukturuna malik olan məsələlər. Amma burada ən vacib məsələ, gəlmək istədiyimiz məsələ ondan ibarət ki, biz burada artıq tamamilə yeni idarəetmə və 2 belə deyək də, elmi nəticələrin bu və ya digər şəkildə qiymətləndirilməsi və maliyyələşdirilməsi məsələsinə baxmalıyıq. Bu bizim ən vacib məsələlərimizdən biridir. Hal-hazıra qədər bizim ümumiyyətlə ölkəmizdə elmin maliyyələşdirilməsi təxminən aşağı-yuxarı bu cür baş verib ki, elmi tədqiqat müəssisələrində fəaliyyət göstərən alimlər və onlara bəlli bir miqdar maaş verilir. Bundan başqa alimlər çox cüzi miqdarda hardansa ya xaricdən, ya yerli elm fondundan və s. cüzi qrantlar alıblar. Yəni ciddi elm maliyyələşməsi olmayıb Azərbaycanda. O zaman Nicat müəllim, sizin dediklərinizdən bir növ Hikmət müəllim verdiyi suala da bir yaxınlıq var ki, biz əgər nəticə istəyiriksə, alimlərimiz üçün, elm adamlarımız üçün yaratdığımız şərait hansı formada? Əlbəttə, tamamilə doğrudur. Elmi, texniki baza və yaxud da digər şərait? Tamamilə doğrudur. Bizim bu problemimiz var. Bu problemimiz var və mən hətta sizə başqa bir məsələni də deyim də. Məsələn, tarixən belə bir proses baş verib ki, Azərbaycanda. Biz elə gəlib ki, elmi tədqiqat müəssisələrində ciddi elmi proseslər baş vermir və ayrı-ayrı dövlət qurumları, məsələn, çox müxtəlif laboratoriyalar, tədqiqat müəssisələri və s. yaradıblar. Ciddi şəkildə oraya investisiya qoyub yaxşı, belə deyək də, hətta avadanlıqlar alıblar və onlar da Elmlər Akademiyasından kənarda qalıblar. Düzdür, bəzi alimlər gediblər, orada çalışıblar, çünki mütəxəssis lazım olub və s. Amma bütün hallarda o həmin elmi tədqiqat müəssisələrinin içərisində yox, kənarda baş verib. İndi biz həm də hansı proseslə məşğul, bunu da qısa olaraq anons edeyim. Biz indi bütün elmi tədqiqat müəssisələrimizdə olan avadanlıqların, infrastrukturun inventarlaşması ilə məşğul olur. Biz başa düşmək istəyirik ki, bizim hansı avadanlıqlarımız var və biz onları necə bütün alimlərimizə açıq eləyə bilərik. Məsələn, kimisə hansısa laboratoriya hardasa var, bu qapalıdır, o biri alimin eyni deyək ki, avadanlıqdan, cihazdan istifadə edə bilər, amma başqa institutda da oraya gələ bilmir. İcazəsi yoxdur. Olduğundan xəbərsizdir belə. İndi biz onu bütün cəmiyyət üçün, bütün alimlər üçün açıq etmək istəyirik ki. Hazırda belə bir məlumat bazası yoxdur, Nicat müəllim? İndi bu məlumat bazası hazırlanır, hələlik ki yoxdur, amma bu məlumat bazası hazırlanır və bu məlumat bazasının əsasında bütün alimlərimiz biləcək ki, ona hansı cihaz lazımdırsa, o hansı institutun tərkibindədir, ondan necə gedib istifadə eləmək olar və bu artıq o deməkdir ki, biz bütün alimlərimiz üçün, iş görmək istəyən alimlərimiz üçün bütün elmimizi açıq elan edirik və deyirik ki, gəlin, baxın, bu var və bundan istifadə edin. Bu sadəcə dövlətin malıdır, xalqın pulunun hesabına alınmış malıdır. Gəlin, birinci sual Altay müəllim vermişdi. Altay müəllim, sizin Nicat müəllimin cavabı, açıqlaması qane etdimi sizi? Bəli, Nicat müəllim, onsuz da eyni istiqamətli məsələlər deyirik. Biz Nicat müəllim də xatırlayacaq, bəlkə bir il yarım bundan öncə universitet, dövlət sənaye əlaqələri ilə əlaqədar bir çalışma çərçivəsi vardı və orada da bu təklif olunmuşdu ki, istənilən halda həm bu laboratoriyalar, həm digər imkanlar arasında link qurulmalıdır. Burada ümumiyyətlə həm də o tədqiqatın nəticəsini mən sizinlə
belə deyək, daha öncə də bölüşdük, burada da bölüşmüş olum ki, yəni orada ortaya çıxdı ki, bu prosesdə dövlət çox ciddi bir körpü rolunu icra etməlidir. Yəni dövlətin funksiyası baxımından o üçlü sac ayağı dediyimiz triple helixdəki dövlətin rolu bizim kimi ölkələrdə çox vacibdir ki, sağlam bir körpü qursun. Bu istiqamətdə də əslində icra edici orqan kimi təbii ki, mənə elə gəlir ki, və ya bir universitetin müəllimi kimi Qıraqdan Nazirliyin strukturuna baxanda mənə elə gəlir ki, burada elmin idarə edilməsi istiqamətində də bir struktural dəyişikliyə və gücləndirməyə ehtiyac var. Çünki oradakı mövcud olan az saylı kadrla ümumilikdə ölkənin elm siyasətinin idarə edilməsi və yönləndirilməsini mən orada onu kifayət görmürəm açıkçası və bir növ universitetlərə həvalə olunub ki, yəni siz öz elm siyasətinizi də formallaşdırın. Əlbəttə bu olmalıdır, amma təbii ki, bir dövlətin o körpü rolunu da icra etməlidir. Mənim vaxtım varsa, mən bir məsələyə də əlavə münasibət bildirmək istəyirdim. Çünki iki məsələyə hətta deyim. Yəni konseptual yanaşmanı dedim ki, gəlin konseptual yanaşmanı bir ortaya qoyaq. Çünki biz bugün üçün yenə də nəticəni müzakirə edirik. Biz bugün üçün hal-hazırdakı alimlərimizin nəticələri necədir? Məsələsi üzərinə duruq, amma səbəb çərçivəsinə baxdığımız zaman necə ki, futbolda uğur qazanmadığımız zaman tez ağlımıza gəlir ki, uşaq futbolundan başlamaq lazımdır axı. Sizin sahənizə də girər. Uşaq futbolu inkişaf eləyərsə ora gedər. Elmdə də təbii ki, bizim özünü isbat eləmiş alimlərimiz mövcuddur. Amma bizim o problemlərimiz ki var, biz o problemlərlə vaxt itirməyə bizim vaxtımız yoxdur. Ondan məşğul da olmamalıyıq. Yəni, Rəsmiyə xanımın dediyi kimi, o ixtisar olunsunmu, olunmasınmı, yaşlıdır, gəncdir, ondan vaxt itirməyə ehtiyac yoxdur. Bizim məsələmiz odur ki, gənclərin önünü açaq ki, bu önünü açmaq nə deməkdir? Gəncləşmə olacaqsa, bu yaşlı insanlar, ümumiyyətlə, yaşlı tabiri mən əslində razıyam ki, elmdə yaşlı anlayışı yoxdur, amma deyək ki, çox performansı yüksək olmayan təbəqəni qoyaq, gənclərin qarşısını açaq ki, elmə gəlsinlər. Bunun üçün çox səsləndi, amma vurğu bəlkə edilmədi. Maliyyələşmə odur ki, cəlbedicilik yoxdur, o öz yerindədir. Ondan əlavə, elmlə məşğul olan insanın elmi adı olmadığı zaman elə bilin ki, ömür boyu o, belə deyək də, əskərdə gizir səviyyəsini keçə bilmir. Yəni o ki, hansı ki, gedib akademiya oxumadığı zaman. Bu cəhətdən də elmdə PhD adını ala bilmədiyi zaman, dosent adını ala bilmədiyi zaman, professor adını ala bilmədiyi zaman, bu da ayrıca bir motivasiya qırıcı bir məsələdir. Çox genişləndirib daha böyük problemə yəni məsələni genişləndirmək istəmirəm, amma məsələn, xarici konferanslar olsun, görüşlər olsun, mən hər zaman görürəm ki, biz 35 yaşlarında, 30'lu yaşlarda professorlarla üz-üzə otururuq. Amma bizim heç bir zaman 30'lu yaşlarda professorumuz heç bir zaman ifadəsi biraz xüsusi hal üçün deyilir. Çox zaman 30'lu yaşlarda bizim professorumuz yoxdur. Yəni biz vardır mütləq əfsun mənim sayda olan mən də bilirəm. Amma ümumiyyətlə bilirsiniz necədir? Bunu qəbul etməliyik. Biz bir insana professor adını verdiyimiz zaman sadəcə onu motivasiya etmiş oluruq. Yəni professor adını aldığı təqdirdə və yaxud da ki, bu o demək deyil, çox rahat verək. Amma sanki professor adını verdiyimiz zaman nə baş verir ki? Yəni mən inanın ki, mən elə görürəm ki, motivasiyadır. Buyurun Hikmət müəllim. Yəni bunu çox Bayaq Nizat müəllim çıxışında çox maraqlı məqama toxundu. Elmi məsələlər birləşərkən onların maddi texniki bazası bütün alimlər üçün açıq olacaq. Bu məsələnin birinci tərəfidir. İkinci bir tərəf, müxtəlif ali məktəblərdə işləyən samballı, keyfiyyətli alimlərimiz var. Keyfiyyətli alim anlayışı gündəmə gəlir, aktuallaşır. Keyfiyyətli alimlərin birləşməsi üçün şərait yaranır. Bilirsiniz, alim ideya üzərində birləşməlidir. Sokratın bir sözü var. Deyir ki, ağıllı adamlar ideya ətrafında birləşir. Orta ağıllı adamlar problemi həll edir. Xırda ağıllı adamlar insanları təhlil edir. Alim ağıllı adamdır. Alim ideya üzərində birləşməlidir. Biz əgər dünyanın alimlərinin tədqiqatlarına diqqət eləsək, görəcəyik ki, alimin adı çəkilir və əməkdaşları. Alim böyük bir laboratoriyaya rəhbərlik etməlidir. Bir başla qalib gəlmək olmaz. Müxtəlif başlar birləşməlidirlər və bu insanlar ideya ətrafında birləşməlidirlər. Əgər biz yeni yaranan strukturda ideyalar ətrafında birləşən alimləri formalaşdıra bilsək, onları bir laboratoriyada yığa bilsək, böyük nailiyyətlər əldə etməyimizə imkan yaranır. Gec deyilmi? Yəni, bundan sonra biz onları bir ideya ətrafında birləşdirmək üçün ən azından əksəriyyətlə mən deyirəm ki, bu biraz
çətin bir Axı prosesdir. niyə də birləşdirməliyik? Hər bir Onlar- alimin özünün məktəbi olmalıdır, özünün də laboratoriyası olmalıdır. Onlar keyfiyyətli alimlər öz-özünə prosesdən kənarlaşacaqlar. Keyfiyyətli alimlər birləşəndə onlar o mühitdə özlərinə yer tapa bilməyəcəklər. Yer tapa bilməyəndə Onun üçün əvvəl mühiti formalaşdırmaq lazımdır. Buyurun Rəsmi xanım, fikirlərinizi bir bazı genişləndirin, sonra Əfsun müəllimə Nədənsə ən çox mənim fikrim üzərində söhbət gedir. Bu qocalma məsələsi. Qocalma məsələsi qocaların uzaqlaşdırılması deyil. Bayaq da dedim, buna təbii ki bizim onların savadlarına ehtiyacımız var. Mən onu nəzərdə tutmuram. Altay müəllim doğru söylədi. Yəni gənclər üçün yol açılması. Altay bəy dediyinə mən də xaricdə rastlaşmışam. Biz gedirik xaricdə görürük professor 35 yaşında, 40 yaşında maksimum. Amma bizim professorlarım olmaq üçün bizə illər lazımdır ki, biz qocalaq və s. və ilaxı biz ondan sonra Niyə Rəsmi xanım, niyə illər lazımdır? Niyə zamanında bu alınmır? Çünki süni əngəllər, mühitin olmaması və s. kimi demirəm, bütün məsələlər üçün keçərlidir. Amma ümumilikdə bu problemlər var. Bu problemləri aradan qaldırın. Baxın, biz nəticədən danışırıq, doğrudur mu? Bəlkə oran keçmədən süni əngəli desin. Nəticəni yaradan səbəblər var. Bu səbəblərin çoxu nədən qaynaqlanır? Biz bayaq da dedim, bir idarə etməklə bağlıdır və daha çox elmi maliyyələşməsi ilə bağlıdır. Elmi maliyyələşməsi, Azərbaycanda elmi maliyyələşməsinə diqqət yetirək. Dünyada bunu xarakterizə edən göstəricilər var. Mən iqtisadi dillə izah edeyim. Baxın, ümumdaxili məhsuldakı elmi ayrılan, dövlət büdcəsinə ayrılan vəsaitlərin ümumdaxili məhsuldakı xüsusi çəksi. Azərbaycanda 0,2 də deyil. Dünyada bu 3-4% arasındadır. Ən aşağı olan 1%dir. Yəni, bu olmadıqca biz təbii ki, baxın, Nicat müəllim doğru deyir ki, göstəricilərlə bağlı. Amma o göstəricilərin o cür olmasını şərtləndirən amillər var. 500 manat minimum əmək haqqı səviyyəsində, 400 manat səviyyəsində əmək haqqı alınan tədqiqatçıdan soruşursan ki, sən niyə Skorpusda və yaxud da ki, Web of Science elmi bazasında məqalə çap etdirmirsən, bu yenidir, elmə yeni gəlir. O deyir ki, mənim bunun üçün maliyyə vəsaitim yoxdur. Düzdür, mənə etiraz oluna bilər ki, bəzi o bazada olan jurnallar pulsuzdur, amma orada çap olunmağa qədər böyük bir mərhələ keçməlidir gənc tədqiqatçı. Gənc tədqiqatçı birdən-birə Web of Science bazasına, Skorpus bazasına məqalə çap etdirə bilməz. Sizin bu dedikləriniz bir qədər əvvəl Əfsun müəllimin dediklərinə demək olar ki, razılaşmırsınız. Çünki Əfsun müəllim dedi ki, burada müəyyən mənada bir balaca gərək maliyyəni ikinci plana salasan və yaxud nəzərə almıyorsan. Mən sizə bir söz deyim İrfan bəy. Əfsun bəyin dediyi, mən özüm o fanatiklərdən biriyəm. Mən 26 ildir ki, elmdə işləyirəm və çox böyük vəzifələr çağırıblar, getməmişəm, təvazökarlıqdan uzaqda olsa. Mən özümü elmdə görürəm, bu mənim həyat tərzimdir və mən uşaqlıqdan elm adamı olacağımı düşünürdüm. Amma hər kəs mənim kimi düşünməyə məcburiyyətində deyil. Əgər biz universitetdən başlamalıdır, Altay müəllim də onu deyirdi. Universitetdə istedadlı gənclər görürüksə, biz onları yönləndirməliyik tədqiqat ilə, universitetdə oxuduqları dönəmdə və ona görə universitetlər beyin mərkəzlərinə çevirməlidir. Amma biz universitet tələbəsini göndərir, gedir, yaxşı işlə işləyir, sonra da elmə kimlər gəlir? Hamıdan söhbət getmir. Biz umumini nəzərdə tuturuq. İstedadlı gənclərimiz çoxdur. Şəxsən mən elmdə məşğul olan bir insan olaraq bugün elmə gələn, iqtisadiyyat sahəsində elmə gələn gənclikdən razıyam. Amma çox zaman illərlə formalaşıb, heç yerə getməyə yolu olmayan insanlar gəlib cəmləniblər elm sferasında. İndi onları, bayaq o Əfsun bəy onu deyirdi əslində, biz onları bilmirəm nə yollasa, bu mənim işim deyil, mən tədqiqatçıyam, bu idarə edicilərin qərarıdır. Mən demirəm ki, kütləvi ixtisarlar geçsin, bu da olmaz, çünki insanların necə deyim, o məşğulluq problemi Azərbaycanda mövcuddur və mən sosial sahələrin tədqiqatçısıyam. Bunu ən çox mən deyirəm ki, insanlara layiqli iş yeri yaratmaq lazımdır ki, insanların gəlirləri olsun və insanlar maddi rifahlarını təmin edə bilsinlər və dövlətdən cəmiyyətin bununla bağlı çoxlu gözləntiləri var və elmin də maliyyələşməsində Altay müəllim də bayaq onu qeyd etdi, mən də onu vurğulayım, fikrimi yekunlaşdıracağım. İndiki mərhələdə Azərbaycanda elmin kommersiyalaşmasına biz çox diskusiya etmişik. Amma mən düşünürəm ki, indiki mərhələdə bəli, dövlətin dəstəyi ciddi şəkildə olmalıdır. Çünki xüsusilə fundamental elm sahələrində, indi texniki, dəqiq elmlər elədik ki, onlarda bir qədər vəziyyət fərqlidir. Amma fundamental elm sahələrində bu çətindir. Dövlətin dəstəyi ciddi şəkildə olmalıdır ki, müəyyən bir mərhələni keçənə qədər, müəyyən bir mərhələni keçəndən sonra artıq elmin bir sıra sahələri özünü maliyyələşdirməyə keçə biləcək. Əfsun müəllim, Rəsmi xanımın toxunduğu maliyyə məsələsinə bir fikir alaq. Bir də Hikmət müəllimin dediyi alimlərin birləşməsi, böyük bir beyin mərkəzlərinin yaranması barədə. Bilirsiniz, Rəsmi xanım qeyd edir bu elmi dərəcə, elmi adların alınmasındakı o süni əngəllər. Ola bilər hansısa fərdi formada ayrı-ayrı tədqiqat institutlarında bu problemlər olsun. Amma mən tam əmin deyə bilirəm, əminliklə deyə bilirəm ki, elmi ad, elmi dərəcəni almaq üçün ən asan qaydalar elə Azərbaycandadır. Əgər Web of Science, Scopus bazasında məqalə çapın
bu dərəcəni elmi adı almaq üçün ciddi maneə hesab edirsə, deməli biz hələ dünyada aparılan və o dərəcəni, o elmi adı almaq üçün. Çap da oluna bilirəm. Yaxud da, yox, söhbət sizdən getmir, ümumi yanaşma. Çünki çoxu belə deyir ki, PhD elmi dərəcəsini almaq üçün niyə Web of Science-da məqalə şərt olmalıdır? Amma halbuki inkişaf etmiş ölkələrdə, inkişaf etməkdə olan ölkələrdə nəinki PhD, magistr dərəcəsini almaq üçün onlar qarşısında qoyulan tələblərdən biri də ən azı 2-3 Web of Science Scopus bazasında məqalə çapıdır. Yaxşı məqalə heç vaxt pulla çap olunmur. Pulsuz çap olunur. Onu mən qeyd etdim zaten. Amma problem ondadır ki, bəli, o yaxşı nəticəni almaq üçün tədqiqat mühitini bir qədər yaxşılaşdırmaq lazımdır. Bəli. Amma qaldı o maliyyələşmə məsələsi, mən hesab edirəm ki, bu verilən qərarlarda ən düzgün yanaşma məntiqi nəticə ilə maliyyələşmə mexanizmi dəyişməsidir. Çünki akademik elmin, yəni akademiyanın tərkibində elmi tədqiqat institutlarının, alimlərin ən böyük problemi ondan ibarətdir ki, elmi fəaliyyətə görə maliyyələşmə olmamışdır. Elm və Təhsil Nazirliyinin ən addımı, yəni düzgün apardığı siyasətin ilk işaretlərini biz görürük. İlk növbədə elmi fəaliyyətə görə elmi tədqiqatçılara maddi mükafat verilir. Təbii ki, bu ilkin addımdır, bu təkmilləşəcək. Proqram layihə əsasında maliyyələşmədir. Əgər bu tətbiq olunacaqsa olduğu kimi, o ixtisariyyat məsələsi öz-özünə həll olunacaq. Çünki bugün elmi tədqiqat müəssisələrində yaşlı və ya orta gənc alimə demək olmaz sən elmlə məşğul ol ya olma. Amma o mexanizm tam gücü ilə işə düşəndə bugün mən elmi fəaliyyətlə məşğulam, deməli o grantı alacağam, o proqram əsasında maliyyələşəcəyim, o maddi mükafatı alacağam və fəaliyyət göstərəcəyim. Göstərməyəndə reyting qurulacaq, o reyting əsasında fəaliyyəti olmayanlar istər-istəmə çıxmalıdır. Nicat müəllimi dinləyir, daha sonra qayıdacaq. Mən çox qısa olaraq iki məsələyə qeyd edeyim. Yəqin ki, alimlərimiz burada bir məsələni bəlkə deməkdən nəyə görəsə demədilər. Cavan professorlarımız ona görə yoxdur ki, bizim çox çətin, belə deyək də, professor almaq prosedurumuz var. Elmlər doktoru məsələmiz var ki, dünyanın heç bir yerində elmlər doktoru, yəni normal ölkələrində elmlər doktoru. Dolayı yola demək Altay müəllim biraz ona toxunmaq. Yəni toxunmaq istədi ki, bu bizim ciddi problemimizdir. Amma professor adı almaq öz-özlüyündə kifayət qədər, belə deyək də, uzun bir prosesdir. Bu çox mərhələlərdən keçir, dünyanın hər yerində aşağı-yuxarı. Bu prosesin özü kifayət qədər mürəkkəb məsələdir. Əfsun müəllim dediyi çox maraqlı məsələyə toxunmaq istəyirəm, maliyyələşmə məsələsindən bağlı. Baxın da bizim dediyimiz kimi uzun illər boyu nə baş verib? Alim Elmlər Akademiyasında, hansı elmi tədqiqat müəssisəsində oturub, sadəcə maaş alıb. Yəni, o iş gördü, görmədi, necə işlədi, çap elətdirdi, məqalə elətdirmədi və s. Bu, bütün onlardan maaşını alıb. Yaxşı alim gedib hardansa bəlkə bir dənə qrant tapıb. Ya beynəlxalq tapıb, ya yerli hardansa alıbdır. Maliyyələşmə prosesi bu cür olmur. Dünyanın hər yerində maliyyələşmə, bax, bu hal-hazırda biz neyinirik? Məsələn, bəzi alimlərimizə nəticələrinə görə maddi mükafatlar verdik. Bu sadəcə ilkin mərhələdir. Biz başa düşürük ki, bunun özü də yanlışdır. Çünki, yəni yanlış nə mənada? Çünki bu daha fərqli tipdə olmalıdır. Biz alimə deyirik ki, get yaz, işlə, qutar. Əgər çap eləyə bilsən, biz sənə pul verəcəyik və bunun nəticəsində sən aşağı-yuxarı nəsə əldə eləyəcəksən. Bizim yanaşmamız tamamilə fərqlidir. Biz tamamilə fərqli, Əfsun müəllim dediyi kimi, fərqli məsələyə keçmək istəyirik. Dünyanın hər yerində elm necə maliyyələşir? Elmi ya dövlət pulunu verir, ya özəl təşkilatlar, müəssisələr verir pulunu. Nəyə görə verir? Konkret sifarişin əsasında. Dövlət deyir ki, mənə bunu araşdırmaq lazımdır. Bunun nəticəsində mən sizə qrant elan eləyirəm. Gəlin bunu araşdırın və bunun nəticəsində biz sizə pul verək. Və yaxud da özəl təşkilat deyir ki, mən hansı texnoloji yenilik eləmək istəyirəm və s. Bunun nəticəsində həmin texnoloji yeniliyi sən elə, düzəl, mən sonra onu artıq seriya istehsala buraxım. Bu maliyyələşmə aşağı-yuxarı layihə əsasında, Əfsun müəllim dediyi kimi, layihə əsasında baş verir. O layihə artıq öz-özlüyündə pul gətirməyə başlayır. Bizdə isə bu proses heç vaxt baş vermir. Çox az miqdarda baş verib. Bizdə biz nəticəyə görə ya adamlara maaş vermişik, ya nəticəyə görə pul vermişik. Amma layihə verməyəndə adama, yəni dövlətin sifarişi olmayanda, burada da iki məsələ var. Bir, dövlətin özünün ciddi sifarişləri olmalıdır. İki, yaxşı şaxələnmiş iqtisadiyyat olmalıdır. Sənaye müəssisələri olmalıdır ki, elm tutumlu sənaye müəssisəsi olsun. Həmin elm tutumlu sənaye müəssisəsi elmə ehtiyacı olsun. Altay müəllim dediyi kimi resurs iqtisadiyyatı yox, məhz bilik iqtisadiyyatına keçir.
Nicat bəy, mən istəyirdim bir məsələdə toxunaq daha sonra qonaqların sonunda fikirləri ilə tanış olacaq. Bir qədər əvvəl həm Rəsmiyə xanım, həm də Əfsun müəllimin işlətdiyi bir ifadə var idi ki, elmdə yer tutan şəxslər. Amma ondan əvvəl siz qeyd elədiniz ki, birləşmələr və ya ləğv olunmalarda ixtisarlar olmayacaq. Əgər mütəxəssislər və ya da ki, elm adamları elmi məşğul edən şəxslər ifadəsini səsləndirirlərsə ki, prosesin içində olan şəxslərdirlər, ixtisarlar qaçılmazdırmı? Hal-hazırda dediyimiz kimi, bax, bu proses hal-hazırda baş verməyəcək. Bugünkü gün üçün bu aktual deyil, bu gündəlik deyil. Bizim məqsədimiz ondan ibarətdir ki, bu proses aşağı-yuxarı təbii yolla baş versin. Yəni, bu söhbət nədən gedir? Söhbət ona gedir ki, biz daha keyfiyyətli 2 dənə yaxşı müəssisə yaradaq. Zaman-zaman maliyyələşmə mexanizmlərini fərqli eləyək və kiminsə əgər bacarığı yoxdursa, o işləyə bilmirsə, sözsüz qrant layihələrində, məsələn, deyək ki, bir instituta qrant veririk təsəvvürləyək. İnstitut başa düşür ki, bunu verilmiş müddət ərzində normal şəkildə həyata keçirmək lazımdır. Əgər institutun maliyyələşməsi qrant əsasında baş verirsə, bu o deməkdir ki, o başa düşəcək ki, mən bu adamı burada boş-boşuna saxlasam, bunu qranta daxil etsəm, bu heç bir töhfə verməyəndən sonra bu qrantdan əlavə maliyyə əldə eləmiş olacaq. Amma axı onun bir hissəsində qənaət eləmək lazımdır. Yəni, prosesi ilə qurmaq lazımdır ki, o proses nəticəsində təbii olaraq artıq elmdə yer tutan adamlar ifadəsi olmasın. Proses özünü nizamlayacaq və təmizləyəcək deyirsiniz. Buyurun Rəsmiyə xanım, son 5 dəqiqəmizlə bərabər belə və fikirlərimizi, gözləntilərimizi səsləndirin. Nicat müəllim dediyinə qatılıram o fikrə ki, bəli, zamanla, mərhələli şəkildə bu proses öz-özünü tənzimləyəcək. İndi bilmirəm nə qədər vaxt götürəcək, bunu heç kəs proqnozlaşdıra bilməz. Bəlkə də idarəçilər, qərar verici şəxslər proqnozlaşdıra bilər. Maliyyələşmə ilə bağlı bir nüansı deyim ki, Nicat müəllim çox doğru qeyd etdi ki, proqram məqsədli maliyyələşmə. Məsələn, mənim çalışdığım institut, elmi tədqiqat müəssisəsi artıq pilot, Nicat müəllim də bilir ki, pilot maliyyələşməyə keçib və biz onun müsbət nəticələrini görə bilirik. Və mən də razıyam ki, onu ilə, deməli, savadlı olanlar daha çox qrant layihələrində iştirak edəcəklər və o, necə deyək, elmi məşğul edən insanlar təbii ki, o layihələrdən kənarda qalacaqlar. Amma bugünkü, yəni bu bizim bu həvəsləndirmə mükafatı, Nicat müəllim özü də dedi ki, uğurlu bir mexanizm deyil. Mən də düşünürəm. Niyə? Çünki insanlar var ki, özü o mötəbər bazalarda bir məqalə yazmadan başqalarının yazdığı məqalələrdə adını orada hər hansı bir şəkildə iştirakını təmin etməklə o mükafatı əldə edə bilərlər. Ona görə kompleks şəkildə məsələyə yanaşmaq lazımdır qiymətləndirmə prosesində. Buyurun Altay müəllim. Mən bir neçə nöqtə üzərində durum. Əfsun mənim qeyd elədiyi o fədakarlıq və elmin fanatiki məsələsi biraz subyektiv bir məsələdir. Yəni, biz hər birimiz fanatik də ola bilərik və fədakar da ola bilərik. Amma biz gənc nəsli bu prosesə cəlb ediksə, burada biraz daha praqmatik yanaşmaq lazımdır ki, gənc nəsil bilməlidir ki, bu sahəyə gəlmək əlverişlidir, bu lazımdır və əhəmiyyətlidir, cəlb edicidir. Əsas olan da cəlb edici. İkinci bir məsələ ondan ibarətdir ki, biz biraz daha, bayaq qeyd elədim onu, biraz daha əvvəldən başlamalıyıq. Yəni, bəlkə də bizim orta məktəb səviyyəsindəki təhsil stilimizdə biz tutaq ki, inkişaf eləmiş modellərdə olduğu kimi layihə əsaslı yanaşma olmalıdır ki, tələbələr oradan formalaşsın ki, artıq universitetə gəldiyi zaman bilsin ki, layihə əsaslı çalışmaq nə deməkdir və sonradan layihə əsaslı, belə deyək də, tədqiqat da aparıb sənayeyə təqdim eləyə bilsin bu istiqamətdə. Ondan başqa bir məsələni də qeyd eləyəcəkdim. Gəlin, biz digər qonaqları keçək, yadınıza düşsə sizə qaytarıq. Buyurun, Əfsun müəllim. Təbii ki, bu prosesdən bizim əldə eləyəcəyimiz və həyata keçməsini gözlədiyimiz məqamlar var. Onlar mütləq həyata keçməlidir. Biz bu sərəncam verilənə qədər cənab nazir yüksək nəticələr göstərən bir qrup gənc alimlərlə görüşdü və orada çox səmimi atmosferdə geniş müzakirə olundu. Orada qeyd olundu ki, yəni qeyd olunan məsələlərdən biri ondan ibarətdir ki, bu aparılan islahatlardır, verilən qərarlardır, gözlənilən qərarlardır. Onun bir məqsədi var ki, elmi nəticələrin istehsalata tətbiqidir və iqtisadi inkişafa töhfə müdafiə qüdrətinin artırmasına xidmət. Bu çox məntiqi yanaşmadır. Çünki istər Sovet dövrü, istər müstəqilliyin ilk illərində elmi tədqiqat institutlarının böyük təcrübəsi olub. Ən azı strateji məhsulların əldə olunub istehsalata tətbiqi ilə bağlı. Bu proses həyata keçirilərsə, deməli, burada ölkəmiz ən əsası alimlə, elmi tədqiqat müəssisəsindən çox qazanan ölkə olacaq. Ölkənin iqtisadiyyatı digər məsələ. Və burada həyata keçirilmək bir-birinə əlaqəli bir neçə məsələlər var. Onlar həyata keçirilməlidir. Onlardan biri təbii ki, biz dünya çağırışlarına cavab verən və elmi məktəbləri qorumaq şərti ilə. Bunlar əgər həyata keçirilməsə, sabaha çağırılacaq, onda gec olacaq. Hikmət müəllim, bir dəqiqə vaxtınız qaldı. Buyurun. Çox sağ olun.
Mən hesab edirəm ki, bu sərəncamdan çıxış edərək biz ilk növbədə elmi tədqiqat institutlarında yaradıcı elmi mühit yaratmalıyıq. Yaradıcı elmi mühit formalaşması üçün bizim xarici ölkələrlə əlaqələrimiz möhkəmləndirilməlidir. Onlarla əməkdaşlıq etməliyik. Bundan əlavə biz elmi tədqiqat institutlarının sənaye ilə əməkdaşlığını həyata keçirməliyik, maddi-texniki bazanı artırmalıyıq və işçilərin maddi rifahını artırmalıyıq. Bu işləri həyata keçirə bilsək, mən düşünürəm ki, elmi tədqiqat institutları bugün qarşılarına qoyulan vəzifəni yerinə yetirə biləcək. Nicat müəllim, söz sizdədir. Yarım dəqiqəmiz qalıb. Hədəflərimiz və gözləntilərimiz, məqsədlərimiz. Hədəflərimiz ondan ibarət ki, biz bundan sonra bu prosesi ciddi şəkildə davam etdirməliyik və elmin inkişaf etdirilməsi, onun ölkəyə töhfə verilməsi üçün hələ qarşıda görüləsi kifayət qədər çox işlərimiz var. Və biz dünya elminə qoşulmalıyıq. O bir qatardır, biz o qatarın harasındansa bir yerinə qoşulmalıyıq və mütləq irəli getməliyik. Çünki hamımız çox yaxşı başa düşürük ki, bundan başqa bir yolumuz yoxdur və biz ən yaxşı halda həmin qatarın bir hissəsi olaraq heç olmasa dünya elminin çox kiçik bir hissəsində öz sözümüzü deməliyik, çox niş bir hissəsində. Yəni biz sözsüz ki, bütün elmlər sahəsində ola bilməyəcəyik. Amma elə bir sahəni tapmalıyıq ki, doğrudan da həm dövlət, həm cəmiyyət, həm özəl təşkilatlar hər tərəfdən orada dəstək olaraq o bir niş hissədə biz öz sözümüzü, öz yerimizi göstərməliyik və bununla da elmimizi irəli aparmalıyıq, həm də ölkəmizə töhfə verməliyik. Əziz tamaşaçılar, biz bugün Sabah Saxlama studiyasında elmi tədqiqat institutlarının sahəsində olan dəyişikliklərdən danışdıq. Əlbəttə ki, bu müzakirələr bir saata sığışmaz. Bu haqda saatlarla, günlərlə danışmaq olar. Amma biz çalışdıq ki, mövzuya öz istiqamətimizdən işıq salaq. Sabah eyni vaxtda fərqli mövzuda yenidən görüşəcəyik. Hələlik deyirik.